Çox sağ olun ki, mənə söz verdiniz. Salam əlim, minnətdaram. Gələn qonaqlarımı salamlayıram. Dədələrdən, babalardan, o vaxtdan mikrofon götürdünüz, mikrofon qoymur da yerə. Kim nə işlə məşğuldursa, həqiqətən işi uğurlu olsun, amma insanları boş-boş mövzularla aldatmaq sadəcə xurafata inandırıb onların həyatını dağıtmaqdan ibarətdir. Baxın, uşaqlıq travması dediyimiz mövzu yaşanmışlıqdır. İnsanın yaşanmışlığı əmin olun ki, bugünə referansdır. Niyyət önəmlidir. Mən sənin keçmişdə yaşadığın elə bir şeyi sənə elə təqdim edə bilərəm ki, sən onu beynində travma olaraq formalaşdırarsan. Və həyatının hər bir anında, yəni travma dediyimiz mövzu nədir? Travma dediyimiz mövzu qorxudur. Sadəcə qorxu. Amigdala bölgəsinin yaratdığı bir şey. Yəni sən bunu teatral şəkildə quraraq bir şey əldə edə bilmərsən. Əldə edən insanlar var, deyə bilərsiniz ki, niyə gediblər ailə dizindən xoşbəxt olublar, filan şey olur. Bilirsiniz nədir? İnanc. Burada da ikinci faktor girir ortalığa. İnanc faktoru. Bir mövzuya elə inanır ki, bəs falçıların bir dəqiqə gördüyü iş nədən ibarətdir? Və yaxud da cadu günlərin, tilsim eləklərin ən böyük fışqası deyəklər, nədən ibarətdir? İnanc. Sənin qəlbinə elə bir qorxu salır ki, o qorxunun cüzərtisi böyüməyə başlayır və həmən qorxu sənin həyatına elə müdaxilə etməyə başlayır ki, sənin həyatının döngüsü dəyişir. İnsan həyatının döngüsünü dəyişdirməyin ən hasant yollarından biri qəlbə qurdatmaqdır. Xırda bir şey atın, o içində zaten böyüdəcək. Niyyət önəmlidir. Sən bu uşaq vaxtı keçirdiyin hər hansısa bir travmanı öz gözündə böyüdəcəksənsə, hər zaman sən gözünün qabağında olacaq. Uşaqlıq travması deyilən bir şey sadəcə yaşantıdır. Adını nə qoysan qoy. Uşaqlıq əzabı da qoya bilərsən. Mən yenə bu məsələ ilə bağlı bir şey demək istəyirəm. Yəni o ümumilikdə insanın hansı halına bağlanır? Yəni bu dünyada insan hiss elədiyi hisslər var, adını qoya bilmədiyin hisslər var. Elə bir şey hiss eləyərsən ki, bilməzsən də bu. Nədir bu? Bu hiss etdiyim şey. İnsanların son dönəmlərdə ən çox qaçdığı hiss əzab hissidir. Bu da birbaşa Tanrı ilə bağlı bir şeydir. Yəni iki gerçək, həqiqi fundamental gerçək var insan üçün. Dünyada bütün yaşadıqları hamısı reklam arasıdır. Gerçəkdir əzab, qəlbin yağıdır bu. Əzab gerçəkdir. Bir də ölüm. Qaçılmaz iki gerçəyin içindəyik biz. Və onun arasında, bax, o məsələn, o dediyim şey, o da əzablarından qaçmanın bir növüdür. Amma əzabdan qaçmaq lazım deyil. Bax, məsələ bax, komediya, tragik komediya burada gəldi. Sən səndə olandan qaça bilməzsən. Sən səndə olanla üzləşməlisən. Qəbul etməlisən. Qəbul etməlisən. O səndə əriməlidir. Bax, elə deyək də. O baş vermirsə, sən həmən elə o döngüyə düşürsən. Nə mənada? Elə bil daima axtarışda qalacaqsan. Daxili dünyanda bu günlərim ailə dizimdə, sabahlarım qadın enerjisində, bu birisi gün Matrixdə, o birisi gün orada, bu birisi gün astrologiyada hər yerdə gezəcəksən. Ölümünün axına qədər heç bir şey tapa bilməyəcəksən. Çünki səbəb ondan ibarətdir ki, heç nə lazım görəsin insana. İnsana sakitlik və təklik lazımdır. Özünə dönməsi lazımdır. Əvvəllər qədimlərdə Əli bəy, sən daha yaxşı bilərsən. İnsanlar üçüncü göz faktoru vardı. İndi bəsirət gözü deyirlər. Böyük İvandan da danışarıq. Bəsirət gözünü açmaq üçün dağlara çəkilərdilər. İnsanlardan uzaqlaşdırırlar, səsdən, küydən. O nəyə görə? Hər şeydən uzaq. Özünə dönmək üçün. Bəli, özünə qayıtıb. Bəli, yox. İçimə baxım görüm, mənim içimdə nələr var. Onları tapırdı, ifşa edirdi. Belə deyək də, Lord, onları kusurdu orada. Hamısını qaytardı və yeni insan olaraq bəsirət gözünü, Tanrının ona verdiyi mükafat. Üçüncü göz. Bəsirət gözü açılaraq oradan çıxırdı. Və sən artıq insan üçüncü gözlə artıq özünü də görə bilir. Bəli. Çünki orada bir məna var ki, niyə mənə iki dənə göz verib, amma bir göstərir? Bir də həqiqətən bir şey deyim, üçüncü göz dediyimiz anlayış fizioloji tərəfdən də var. Məsəl üçün, belə deyək də, xəyali olaraq insanlar deyirlər ki, buradadır. Amma bu xəyali deyil ha. Beyincik deyilir. Beyinciyin içində balaca noxud boyda belə bir şeydir. Bu boyda bir ölçüsü var. Tam ortadadır. Və beynin əgər götürüb anatomiyasına baxılanda, o belə qoyanda, ortadan iki hissəyə böləndə, yan çevirəndə üçüncü gözün tamamilə forması görsənir. Deməli nədir? O həqiqətən üçüncü gözdür. Və o göz, yəni elmi olaraq da var. Yəni bu ruhani aləmdə üçüncü göz açılır. Yox, həm də bu. Bu ruhani aləmdən əlavə elmdə də bu var. Misirdə də bu təsdiqlənir. Misir mifologiyasında da var üçüncü gözü, Horusun gözü. Ay, yəni mən deyəcəyim sənə Salman, yəni insanlara onu demək lazım deyil ki, bu var, orada var, burada var. Yəni bunu təsdiq eləmək, məsələn insanlar danışırlar da
hələ də Allahı inkar edən və Allahı təsdiq edən insanlar var məsələn. Gülməlidir o. Bəli. Nə mənada gülməlidir? Yəni o əslində bir mövzu deyil o. Allah var deyir, yoxsa yoxdur. Sən mənə deyən görüm, Allah varsa səndə nə dəyişir, Bəli. yoxdursa səndə nə dəyişir. Məsələ ondadır. Bəli. Biz ona getməsək, o niyə bizə gəlsin ki? Məsələ ondadır, o bir addım məsələsi. Sən ona addım atmasan, bir addım atsan, o sənə 99 addım atacaq. Düpbədüz. Yəni bizim insanlar əslində, belə deyim də, aşılamaq istədiyimiz və başqa qruplarda toplaşır insanlar, bu barədə fikir mübadiləsi aparırlar. Yəni axırda da çönür tamadalığa. Bir də görsən ki, kanalı dəyişirsən, orada bir dənə komediya var. Kanalı dəyişirsən ki, orada məsələn fəlsəfi kimsə danışır. Mən baxıram ki, bu mənə heç nə vermir. Bax, izah eləyə bildimsə, məsələ onda deyil ki, burada mən özümü təsdiqləyim, sən özünü təsdiqləyirsən. Kanalı çevirsən ki, orada deyir ki, Sakrat böyük mütəfəkkir idi. Sakrat bilirsiniz, dünyada bu nə lazımdır? Bundan siz nə başa düşürsünüz? Mən doğrudan bunu həqiqətən bilmək istəyirəm. Bəzək lazım deyil. Yəni bu artıq tamadalıq nəyə lazımdır? Bax, onu çözmək lazımdır. Meditasiya edən bir şey var. Amma bu meditasiya deyil. Bu bilirsiniz nədir? Rahatlama. Və rahatlamanın minlərlə yolu var. Sən ailə diziminə gedib də rahat deyə bilərsən. Kim ki deyir, bəli, mən razıyam. Ailə dizimində rahatlamaq olur. Və yaxud da nə bilim, başlar toxunurlar, access bars deyirlər. Heç birinin ruhani aləmə bir enerji faydası yoxdur. Sadəcə rahatlamadır. Masaj necə rahatlamadır? Gedirsən tap elədilər, masaj rahatladır. Fizikidə bir var fiziki, bir var mənəvi. Bəli, mənəvi doymaq lazımdır. Mənəvi doymaq lazımdır. Astrologiya. Yenə də bax, bir danışdığımız yenə də insanı özündən uzaqlaşdıran şeylərdən danışırıq. Özündən uzaqlaşdırır. Əslində insanı özünə yaxınlaşdırmalıdır. Məsələn, deyir ki, sən falan yerə get, dur buradan 10.000 kilometr get falan yerə ki, özünü tapacaqsan. Məsələn, belə adamlar da var da. Dostlarımız var, Tibetdən zəng eləyirlər. Canlı göründü, Tibetdədir. Amma həmən adamdır, eyni adamdır. Yəni dərdin götürüb gedib. O elə bilir ki, mənim məsələn Bakıda yaşadığım bir hüzünü durub İtaliyaya getsəm, bitirəcək. O hüzün yoxa çıxacaq. Elə bilir bu. Və gedir İtaliyada oturur restoranda görür ki, heç kim buna baxmır, heç kimin vecinə deyil. Çıxır, gəzir, şəkil çəkdirir zat. Gəlir otelə, gəlir otelə lap dəli olur. Oturub belə. Amma zato 9 nəfər bilir ki, mən İtaliyadayam. Amma mən bir dəqiqə əziyyət çəkirəm, içim dağılır. Amma gör, nə rahatladıram özümü. Onlar bilir ki, onlar bilsinlər ki, mən İtaliyadayam. Və istirahətə gedən insanlar da ona görə istirahət eləyə bilmirlər. İstirahətə ona görə gelirlər ki, mən səni göstərim ki, mən gör necə istirahət edir. Və ən çox da istirahətdən gələn adam var ha. Bir də Bakıda 3 gün əlavə istirahət edir ki, yorğunluğu çıxsın. Tiram ha, sən bəs istirahətə getməmişdin. Sən nəyə getmişdin? O otellər belədir axı. Orada da hamını cücə inqibata cücəsi kimi 9-da dur, istirahətə getmişəm ki ya. Deyir 11-ə qədər gəldin, yeməyi yedin, yemədən. Bu istirahət oldu bu. Akşam saat 9-da konsert 9-dan 10-a kimi. Hə, indi necə? Avtobusda yığışdı, tez yığışın, day qız gəl, o uşağa dirən, istirahətdir bu. Və Bakıya gələndə hamı leş, ölür. Ki, Antalyadan gəlmişəm, ay Bodrumdan gəlmişəm, ölürəm. Səbəb bilirsiniz nədir yenə də orada da? Bax, orada da bir dənə səbəb, insanlar özünə dönmür. Yo, əsas odur ki, Salman bildi də, mən getdim, gəldim də Salman. Qardaşım. Tap tutdu ki, Salman partladı. Bildin. Şey da. Mövzu bilirsən, insan əslində özünə dönmür ki, mənim İtaliyada və yaxud da İtaliya belə deyə də sadəcə bir məsələdir, başqa yerlərdə olur. Mənim burada nə? Misir də ola bilər. Bir dəqiqə insanların çoxsu dalanıblar Baliyə. Baliyə, Hindistana gedirlər, Baliyə gedirlər ki, güya Aydından Qonq çayına girirlər. Hara gəlsən gedin, mümkün deyil. Özünü aparsansa. Mövzu bilirsən nədir? Əslində sən onu kimdəsə görmüsən, elə bilirsən ki, bu yaxşı bir şeydir. Baxmırsan ki, o şeyi özünə inteqrə edəndə nə qazandın? Nə verdi sənə? Bu görmürsən mod düşür. iPhone 17 çıxır, hamı iPhone 17 alır. Amma əslində 17-nin mənə heç bir yararı yoxdur. Mənə Samsung işimə yarayır. Mən fayl verirəm, amma Samsungda mən iPhone-da eləyə bilmirəm. Səbəb bilirsiniz, görürsünüz Matrix döngü. Baxıram, o məndə niyə yoxdur? Get başqasını al da. Sənin şifəsində bu yaramır. Və yaxud da sən Baliyə getmək sənin şifə yaramır. Sən əksinə Baliyə xərclədiyin pulu bu ölkədə daha başqa şeylərə xərcləyib daha yaxşı işlər görə bilərsən. Yarışdan çıx, döngüdən çıx. Özünlə yarış da. Özünlə yarış, öz hədəflərinlə yarış. Amma hədəflərini də
məsəl üçün kimlərəsə baxıb qoyma. Həqiqətən özün istəyirsən. Bəli, sən məsəl üçün mən bu günlərim bu maşını alacağam. Sən maşın istəyirsən? Yox. Mən mikrofonumu ver bura. Dost var, tanış var. Mən motosiklet sürürəm, bikerəm. Hamı bilənlər bilir. Hamı yapışıb məndən ki, o motosiklete verdiyim pulu özü maşın alardım da. Ay çəkin də məndən. Mən onda keçirdiyim 1 saat aldığım zövqü, aldığım rahatlamanı o saydığınız heç bir şeydən almıram. Amma bu mənə aiddir. Mən bunu Əlibəyə dirənib məcbur etdirə bilmərəm. Çünki Əlibəy bəlkə də heç motosiklet adamı deyil. Əlibəy bəlkə də təbiət adamı. Mən həmən məsələn o hissi məsələn futboldan alıram. Bəli, eynən. Əlibəy də mənə futbolu inteqrə edə bilməz. Sadəcə olaraq orada yaşadığı zövqləri danışa bilər. Paylaşa bilərəm sən. Paylaşa bilər ki, bilirsən necə qaçdım, tərimi tökdüm, bir dənə qol vurdum, bir dənə qışqırdım. Mən baxıram ki, mən qol vursam qışqırmam. Mən nə deyirəm axı, mən ondan nə zövq ala bilərəm. Mən deyirəm ki, və yaxud da Əlibəyə deyirsən ki, Əlibəy mən getdim, uzun yola çıxdım motosikletdən 10 saat yol getdim. Deyirəm, bu başqa külək, hava soyuq. Görürsüz, inteqrə olmur. Amma biz nə etməyə çalışırıq? Əgər bir mövzu moda minirsə, biz ona məcbur özümü bağlamağa çalışırıq o mövzuya. Bağlanmayın. Bağlanmayınlar ki,